Sanılan fiziki və mental olaraq təbii ki, komandanı düzəltmək olar. Necə düşünürsünüz? Yayda görəcəyimiz ən çətin iş seleksiya işi olacaq. Bəli, seleksiya işidir və seleksiya işlərimizə çoxdan start vermişik. Yəni, və bu yolda da fikirləşirəm ki, bir komanda olaraq, bir məşqçi heyəti olaraq və bütün bu işdə çalışanlar olaraq fikirləşirəm ki, indi bu nə qədər də açıqlanmasa, nə qədər də deyilməsə, yaxşı yol seçmişik. Yəni, seçimlərdə çalışırıq, necə deyim sənə, diqqətli olaq. Həddindən artıq buna çox güc sərf edirik və son oyunlar, deyərdim ki, bunu keçən dəfə də dedim, səhv eləmirəmsə press konferansiyada, baxdığımız oyuncular, danışdığımız oyuncular, yəni gündə nəzarətdə saxladığımız oyuncular, həmən işi bir baş məşqçi olaraq daha çox köklənmişəm, nəinki indi olan uşaqlarla, komandana, məşqlərlə və çalışacaq, yenə də deyirəm, həddindən artıq son illərdə problemlər yaşamışıq seleksiya ilə bağlı və çalışacağıq ki, bunu ən azından aradan qaldıraq və bir yaxşı komanda quraq. Çox çətin iş çox çətin period gözləyir, çox çətin proses gözləyir, amma bu vaxta kimi də gördüyümüz işdə yenə də deyirəm, açıqlanmasa da, amma fikirləşirəm ki, yaxşı bir iş görmüşük, tək ki, bunun nəticəsi rezultatlar olsun. Mənim iki sualım olacaqdır. Gücləndirmək istədiyimiz mövqelər arasında qapı xətti varmı? Birinci sualım budur və ikinci sualımda birinci hissədə epizod oldu. Yəqin izləmişsiniz, Namiq Ələsgərov Eminin ayağına vurur və mənim fikrimcə birbaşa qırmızı vərəqədir. Yəni, keçən dəfə bir fikir səsləndirmişdiniz ki, lazım olan şəxslər yumruğunu stola vursa. Sizə elə gəlmir ki, o yumruq stola vurulmasa, Neftçi hakimliyi baxımından gələn mövsüm daha çox əziyyət çəkəcək. Mən sağ ol İbrahim suallara görə birinci sualıma qayıdıb mən ümumiyyətlə pozisiyaları bu günləri açıqlanmayacağım və siz özünüz görərsiniz transfer komandaya olduqca hansı pozisiyaları doldururuq. Yəni bu həmən məsəl üçün də deyim 5 nəfər, 6 nəfər, 7 nəfər. Bu yəni konkret hesab yoxdur. Dediyimiz oyuncular və saydığımız pozisiyalar bu oyuncular 2-3 gündən sonra da danışılıb. Klub tərəfdən, bizim sayt tərəfdən də ictimaiyyətə bildirilə bilər. Bu proses Azərbaycanın reallığını qəbul eləyərək, nə qədər biz üçün çətin, nəinki biz üçün, bütün komandalar üçün çətin olduğunu bilərək, bu proses 15 gündən sonra, 1 aydan, 2 aydan sonra da həmən transferləri gətirib komandaya yerləşdirə bilərik. Bu, hansı pozisiya olacaqsa, yenə də deyirəm, onu deməyəcəm. Bir neçə pozisiya var. Amma o biri məsələyə gəldikdə, bu il deyəndə ki, ümumiyyətlə, keçən dəfə də dedim İbrahim, mən hansısa referinin və ya xud referilərin sırf bizə qarşı və ümumiyyətlə də hansısa komandaya qarşı qərəzli bir iş gördüyünü, bunu ümumiyyətlə ağlımızdan keçirmirik. Belə bir şeylər yoxdur. Bəli, səhvlər var, hansı ki, bəzi oyunlarda nəticələrə təsir eləyir. Yəni, həmən momentə gəldikdə, ümumiyyətlə, mən momenti görməmişəm, yəni oyunun içində bunu görə də bilməzdim. Amma biz bu günləri tək məndən söhbət getmir. Biz deyəndə bu Neftçi, hamımız, sıravi işçidən tutmuş, məşqçilər, futbolçular və klub rəhbərliyi ilə biz o qədər nəticələrə və bu rezultatlara köklənmişdik ki, sən dediyin məsələni bəlkə biz önəmli bir prioritet kimi tutmurdıq. Amma fikirləşirəm ki, bu da bizim üçün önəmli olacaq. Yəni, bu günləri ən azından sizin qabağınızda, Azarkeşin qabağında rahatca oturub danışmaq üçün ən azından biz oyunumuzu, rezultatlarımızı düzəltməliyik ki, sonra onun ətrafında baş verən proseslərə də biz ona köklənək. Əfsuslar olsun ki, bizə yaraşmayan sezon, yəni həmən dediyim rezultatlar olsun, oyun olsun, nəinki ürəyim, deyərdim ki, katastrofaya yaxın bir şey olduğundan və bunları da biz masaya oturtdurub bir danışa da bilməliyik. Çünki elə ki, dilimiz qısadır. Amma inşallah inanıram ki, bayaq dediyimə qadirəm, qərəzsiz olduğunu əmin olduğumdan inanıram ki,
bu səhvlər necə biz tərəfdən gördüyümüz səhvlər aradan qaldırmağa çalışırıqsa, sudyalar tərəfindən də bu səhvlər get-gedə aradan qalxar. Ümumiyyətlə referilər haqqında ümumiyyətlə müzakirələr olmaz. Bəzən düşünmürsünüz ki, elə bu heyətlə, bu cür oyunla Avrokuboka getməmək daha yaxşıdır. Kim oturasınız, yəni yayda islahatlar apararsınız, köklü dəyişikliklər aparıb, yeni sezona daha güclü hazırlaşırsınız. Çünki nəzərə alsaq, Avrokuboka getməli olsanız, vaxt da gözləmir, tez bazar bir heyət dəyişməlisiniz. Yəni, tamam qarşılıqlı olacaq. Yəni, bu heyətlə getməmək və dediyim kimi, oturub yeni sezon planlarını cızmaq daha yaxşı oldu mu sizin üçün? Bu, sən futbol baxımından götürəndə bu tamamilə bəlkə də düzgün qərardır. Amma hərdən biz bu işlədiyimiz klub, Neftçi bizim istəklərimizi, adı bizim istəklərimizi üstələyir. Yəni bu günlərin nə qədər də düzgünü, belə olardı. Amma azarkeşimiz istədiyi şeylər, yəni klubun da adı Avrokuboklarda oynamalısan. Onun üçün də biz həm Avrokuboklarda oynamalıyıq və həmən Avrokuboklarda oynaya-oynaya həmən yolda həmən işimizi də düzgün görməliyik. Yəni bu günləri gedməyək Avrokuboklara bir neçə il bu işi görək. Yəni bu klubda alınmayacaq. Bunu mən də başa düşürəm, hamımız da başa düşürük. Onun üçün də yəni bir yerdə bu işi tutmalıyıq.